Bu dərsimizdə isə stringlər üzərində görə biləcəyimiz əməllər üzərindən danışacağıq. Bildiyimiz kimi, əgər let A bərabərdir Java və let B bərabərdir script deyə iki dəyişənimiz olduğu zaman biz bunları console.log üzərində çap etdiyimiz zaman A üstəgəl bir olaraq yazsaq, bu sözlər birləşmiş olacaq. Buralarda bir boşluq ifadəsi qoysaq, artıq bu şəkildə JavaScript sözünü ayrı şəkildə və yaxud da bu şəkildə birləşdirilmiş şəkildə yaza bilərik. Riyazi əməllərlə string əməllərin arasındakı tək ortaq cəhət budur. Yəni, həm riyazi funksiyalar, həm də string funksiyalar üzərində görə biləcəyimiz işlərin tək ortaq cəhəti toplama işarəsidir. Digər funksiyalar üzərindən danışmağa başlayaq. Substring, slice və substr. İlk öncə bunların üç haqqında danışacağıq. Bu üç funksiyamız hər hansısa bir stringin üzərində kəsim işləri görmək və onun bir hissəsini götürmək üçün istifadə olunur. Məsələn, JavaScript sözünü bu şəkildə yazası olsaq, a.substring deyərək biz A stringini, yəni A-nın içərisində yazılmış sözü iki indeks bildirərək istədiyimiz hissədən kəsə bilərik. Təbii olaraq sayması sıfırdan başlayır. Bu şəkildə də burada gördüyünüz zaman start number və end number istədiyini görmüş oluruq. Məsələn, 0,3 yazdığımız zaman ilk 3 hərfini, yəni 0, 1 və 2-ci hərflərini bizə qaytarmış olur. Burada qeyd etdiyimiz indekslər sıra nömrəsidir. Sıfırıncıdan başlayaraq ilk öncə 0 yazdığımız hissə daxil olunur. Saxtadakı 3 isə daxil olunmur. Yəni 0, 1, 2. Artıq 3-cü ifadə belə deyək, funksiyamızın içərisində return olunmur. 0-dan 3-cü indeksə qədər 3-cü indeks daxil olmamaq şərti ilə qeyd olunur. Substring üzərində hər hansısa bir qiymət təyin olunarsa, yəni ilk qiymət təyin olunarsa, digər qiymətlər təyin olunmazsa, bu zaman son qiymət axıra qədər davam etmiş olacaq. Məsələn, 1-3 demiş olsaydıq, A, V hərflərini ekranda görəcəkdik. Və yaxud da 4, 7 demiş olsaydıq, 4-cüdən 7-ciyə qədər 0, 1, 2, 3, 4. Yəni S, sonra 4-cüdür bu, 5, 6, 7. Yəni i-ni də daxil eləmirik. S, C, simvollarını burada görmüş oluruq. Əgər ikinci indeksimiz olmasa, bu zaman script sözünü tam olaraq görmüş olacaq. Yəni 4-cü simvoldan başlayaraq axıra qədər işarələnmiş olacaq. Slice və substring arasındakı tək fərq slice'ın negativ, yəni mənfi qiymətlər ala bilməsidir. Sol sayfdan saydığımız zaman sıfırdan başlamağına baxmayaraq, sağ tərəfdən saydığımız zaman mənfidən, mənfi 1-dən sola tərəf saymış oluruq. Yəni, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Məsələn, mənfi 4, vergül, mənfi 2 yazdığımız zaman bu şəkildə r-ni görmüş oluruq. Yəni, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, yəni r-dan mənfi 1, mənfi 2-yə qədər. Yəni, sağ tərəfdə daxil olunmadığına görə r ifadəsini konsolda görmüş olacaq. Burada yazdığımız hər iki indeks mənfi və ya müsbət ola bilər. Məsələn, 0,-2 yazdığımız zaman sözün son 2 hərfini kəsmiş olacaq. Bu şəkildə də cavabı görmüş olursunuz. P və T hərflərini buradan kəsmiş olduq. Sözün axırıncı hərfini kəsmək üçün də 0,-1 istifadə edə bilərik. Slice'ın ən geniş yanılmış növlərindən biridir. Qalan bütün xüsusiyyətləri substring ilə eynidir. Məsələn, -3 yazaraq son 3 hərfini götürə bilərik. Yəni, bir sözün son 3 hərfini və yaxud da son 1 hərfini və yaxud da son 5 hərfini götürmək istədiyiniz zaman slice-dan rahatlıqla istifadə edə bilərsiniz. Substr. Substr digər funksiyalardan, yəni slice və substringdən fərqli olaraq işləmə prinsipi tam fərqlidir. Yəni, burada 0,3 yazdığımız zaman 0-cı simvoldan başlayaraq 3-cü simvola qədər yox, 3 simvol saymış olur. Yəni, 0-dan başlayır, 0, 1, 2, 3. Bu şəkildə sayır və sayma 0-dan başlamadığına görə buraya qədər gəlir. Yəni, ilk 3 simvol 0-dan başlayaraq 3 simvol olmuş olur. Məsələn, bunun qiymətini 1 ilə ifadə etsək, A, V, A. 2 ilə ifadə etsək, gördüyünüz kimi həmişə 3 hərf qaytarmış olur. Yəni, ilk qiymətimiz sıra nömrəsi, digərimiz isə addım sayı olur. Məsələn, -5-dən 3 addım sayası olsaq, bu şəkildə CRI, yəni -1, -2, -3, -4, -5-dən başlayaraq CRI 3 simvol bizə qaytarmış oldu. Sağ tərəfdəki hissə uzunluq addım sayı olduğuna görə negativ, yəni mənfi qiymətlər ala bilməz. Replace funksiyasından istifadə edərək biz stringimizin içərisində hər hansısa bir kod blokunu dəyişləyə bilərik.
Məsələn, S və C hərflərinin ibarət hissəni dəyişdirərək A hərfinə çevirə bilərik. Bu zaman gördüyünüz kimi S və C hissəsi tək bir simvolla A ilə əvəz olundu. Və yaxud da skript hissəsini əvəz edərək A ilə əvəz edəsi olsaq, Java almış olacaq. Və yaxud da buranı boş qoyaraq bu şəkildə Java qiymətini almış ola bilərik. Və ya siz stringimizin içərisində yerləşdirmiş A hərflərini sual işarəsinə əvəz etmək istəyirsinizsə, daha doğrusu ilk A hərfini sual işarəsinə əvəz etmək istəyirsinizsə, bu şəkildə bir ifadə yazmış olacaqsınız. Gördüyünüz kimi, yalnız ilk A hərfi dəyişdirilmiş oldu. Burada əgər siz bütün A hərflərini və yaxud da simvolun içərisindəki bütün həmin sözləri dəyişdirmək istəsəniz, bu zaman G funksiyasından istifadə etmiş olacaq. Dırnaq simvollarının əvəzinə slash, slash və sonuna G artıraraq bu şəkildə bütün A hərflərini və yaxud da bütün kod blokunu burada olan stringi dəyişdirib istədiyiniz bir stringə çevirə bilərsiniz. Bunun üzərindən danışdığımız zaman bir şeydə mütləq şəkildə qeyd etməliyik. Məsələn, JavaScript sözündəki A hərfləri böyük simvolla yazıldığı zaman kiçik A-ları dəyişdirəsi olsaq, burada heç bir dəyişiklik görməyəcək. Yəni, böyük kiçik hərflərə həssaslığını replace funksiyası özündə gətirmiş olur. Siz burada qaydaları istisna olaraq pozmaq istəyirsinizsə, bu zaman slash slash içərisində yenidən yazaraq, sonuna i əlavə etdiyiniz zaman böyük və kiçik A hərfləri arasında heç bir fərq olmuş olmayacaq. Tamam. Bunun üzərindən davam edərək növbəti funksiyamıza keçid edirik. To uppercase və to lowercase üzərindən danışmağa başlayaq. Ta ki sizin sözünüz JavaScript şəklində bu şəkildə yazılmışdı. A.to uppercase yazaraq sonuna mötərizə daxil etdiyimiz zaman bütün hərflərini böyük ilə to lowercase etdiyimiz zaman isə bütün hərflərini kiçik hərflərə çevirmək mümkündür. Trim funksiyası vasitəsilə biz stringimizin içərisində yerləşdirilmiş lazımsız boşluqları kəsib ata bilərik. Yəni, JavaScript sözü içərisində əvvəlində və sonunda stringlərdə boşluqları var idisə, bu boşluqları, baxın, gördüyünüz zaman konsolda biz görə bilirdik. Lakin, trim funksiyasından istifadə edərək bu boşluqları kəsib ata bilirik. Unutmayaq ki, sözün daxilində olan boşluqlar burada nəzərə alınmır. Yalnız sağda və solda olan lazımsız boşluqlar nəzərə alınmış olur. Concat vasitəsilə biz iki stringi birləşdirə bilirik. Yəni, məsələn, A stringin içərisinə dərsi sözünü yazaraq, əvvəlində bir boşluq əlavə eləyərək JavaScript dərsini bu şəkildə yaza bilərik. Burada unutmayaq ki, stringlər üzərində eyni bu funksiyanı bu şəkildə də edə bilərdik. Bununla yazdığımız concat funksiyası ekvivalent olmuş olacaq. Stringlər üzərində indeks vasitəsilə müraciət forması da mövcuddur. Yəni siz A, kvadrat mötərizədə 0 dediyiniz zaman həmin stringin ilk hərfinə müraciət etmiş olursunuz. Və yaxud da 1 dediyimiz zaman stringin birinci və yaxud da 5 dediyimiz zaman 5-ci simvoluna bu şəkildə müraciət edə bilərsiniz. Və ya son hərfi tapmaq üçün yeni bir funksiyamızı öyrənmiş olaq. Bu funksiyamız length funksiyası olmuş olacaq. A.length dediyimiz zaman bizim simvollarımızın sayını tapmış olacaq. Və əgər siz A-nın uzunluğunun kvadrat mötərizənin içərisində A.length -1 olaraq ifadə etsəz, həmişə simvolun sonuncusunu tapmış olacaqsınız. Buna səbəb A-nın saymağının 1-dən, sıralanmasının isə 0-dan başlamaqdır. Məsələn, sözümüzün uzunluğu 10 olmağına baxmayaraq ən son simvolumuz 9 olaraq işarələnir. Niyə? Çünki saymağa 0-dan başlayırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu elementimiz T hərfi olmuş oldu. Buna görə də A kvadrat mötərizə daxilində A.length -1 olaraq ifadə edə bilərsiniz. Və ya tutaq ki, siz verilmiş bir stringi parsalamaq istəyirsiniz. Məsələn, A.split edərək A hərfinə görə parsalama edəsi olsanız, bu sizə növbəti dərslərdə öyrəndiyimiz bir array qaytaracaq. Və A hərfləri avtomatik olaraq yoxa çıxacaq və bizə 3 ölçülü bir array qaytarmış oldu. J, V və script. Bunun vasitəsilə cümləni sözlərə parçalaya bilərsiniz. Bu dərsimizdə J-sı öyrənirik desək və boşluqlara görə bir split işi görəsi olsaq, bu şəkildə bu dərslərimizdə J-sı öyrənirik sözünü cümləsini sözlərə parçalaya bilərik. Split funksiyasından burada istifadə etmiş ola bilərik. Stringlər üzərində bilməli olduğumuz digər mövzulardan, daha doğrusu hazır funksiyalardan biri includes funksiyasıdır. Includes vasitəsilə biz
cümləmizin içərisində və yaxud da hər hansısa bir sözümüzün içərisində müəyyən bir stringin olub-olmamağını yoxlaya bilərik. Məsələn, A.include j-sı dediyimiz zaman true qiyməti qaytardırsa, bu demək ki, bu stringin içərisində j-sı bölməsi mövcuddur. Məsələn, j-sı A deyəsi olsaydıq, false. Niyə? Çünki burada j-sı A deyə bir söz yoxdur. Və yaxud da burada bir söz olmuş olsaydı, bunun içərisində hər hansısa bir stringi yoxlaya bilərdik. Məsələn, t hərfi varmı? Xeyr. Və ya r bölməsi varmı? Bəli, true. Der bölməsində r funksiyası mövcuddur. Bu şəkildə stringin içərisində bu hissənin olub-olmadığını, yəni bir stringin içində digər bir stringin olub-olmadığını rahatlıqla yoxlaya bilərik. Növbəti, index of. Index of vasitəsilə biz stringimizin içərisində həmin digər bir stringimizin mövqeyini tapa bilərik. Məsələn, bu şəkildə dediyimiz zaman 14 cavabını qaytarmış oldu. Yəni, bizim cümləmizin içərisində j-sı 14-cü simvoldan başlayaraq yazılmağa başlayıb. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14-cü simvoldan etibarən j-sı sözü yazılmağa başlayıb. Əgər j-sı sözü bizim cümləmizin içərisində 2 dəfə olmuş olsaydı, bu zaman ilk olanın qiymətini qaytaracaqdı. Son olana baxmaq istəyiriksə, bu artıq last index of olaraq qiymətləndirilmiş olur və 27 cavabını bizə qaytaracaq. Index of alternativ olaraq search funksiyasından da istifadə edə bilərsiniz. Müəyyən məsələlərdə eyni cavabı qaytarmış olacaq. Digər fərqlərinə bilməyimizə hələ ki ehtiyac yoxdur. Ciddi bir fərq aralarında görünmür. Index of və ya last index of'dan istifadə edərək bizim cümləmizin içərisində hər hansısa bir stringin olmadığı halda qaytaracağı cavabı haqqında danışaq. Məsələn, index of dediyimiz zaman 14 cavabı qaytarmana baxmayaraq, j-sa dediyimiz zaman həmin simvol digər stringin içərisində olmadığına görə, daha doğrusu string digər böyük bir stringimiz içərisində olmadığına görə bizə mənfi bir cavabı qaytarmış olacaq. Məsələn, bu sözü olmuş olsaydı, bizə 0-cı simvolu qaytaracaqdı. Bu sözü olmuş olsaydı, olmadığına görə mənfi qiymətini qaytarmış olacaqdı. Eyni qayda last index of-da da keçərlidir. Eyni qayda search içərisində də keçərli qaydadadır. Bunların hər hansısa birindən rahatlıqla istifadə edə bilərsiniz.